Zaqatala bir sahili. Zaqatala rayonunda yağan intensiv yağışlar bir sıra ciddi fəsadlara səbəb olub. Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağış iyulun 8-nə keçən gecə daha da intensivləşib. Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib. Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala bir saylı poçt binasını aparıb. Girme, girme abra, gel.